İran yeni yeraltı nüvə obyekti inşa edir. İddialara görə sözgedən obyekt Natans şəhəri yaxınlığında yerləşir. Bu strateji yeraltı kompleksinin tikinti prosesinin sürətləndirildiyi bildirilib. Nüvə obyektinin Küləng dağının altında yerləşdiyi təxmin olunur. Adı çəkilən strateji yerin Fordo nüvə obyektindən də dərində yerləşdiyi ehtimal edilir. Məlumata görə obyektin dərinliyi 70-100 metr arasında dəyişir. Onun bu qədər dərinlikdə tikilməsi obyekti hava zərbələrindən qoruyur. Analizlər onu göstərir ki, Tehran nüvə proqramını davam etdirmək üçün səy göstərir. Onun yeni nüvə obyekti tikməsi də bu qəbildəndir. Bundan başqa bu strateji yeraltı kompleks ölkəni xarici müdaxilələrə qarşı da qoruyacaq. Obyekt bölgədə təhlükəsizlik təminatı kimi hesab olunacaq. ABŞ və İsrail və ya İsrail tək başına növbəti dəfə İrana hava hücumları təşkil eləmək üçün bir zəmin hazırlayıb. İyun ayında üzləşdiyi hava hücumlarından müəyyən bir dərs çıxara bilib İran. Həm özünün havadan müdafiə sistemini təkmilləşdirir, Rusiya və Çinlə yeni silah tədarükü və havadan müdafiə sistemləri ilə bağlı razılaşmalar əldə olunur. Bu istiqamətdə addımlar atılır və özünün nüvə araşdırmalarını daha dərin, hətta iddialar var ki, 100 metr Fordodan da daha dərinlikdə və daha da təhlükəsiz şəraitdə öz nüvə araşdırmalarını aparmaq üçün təbii ki, addımlar atır. Peyk görüntülərində ərazidə çoxlu tikinti texnikasının yerləşdirildiyi görünür. Natans nüvə obyektinin cənubunda mövcud olan bu strateji kompleksdə tuneldə işlərin aparıldığı müəyyənləşib. The Washington Post yazır ki, bölgədə işlər 2020-ci ildən aparılır. Araşdırmalara əsasən bu obyekt uranı saflaşdırmaq məqsədi ilə sentrifuqaların istehsalı üçün nəzərdə tutulub. Bundan başqa sözügedən strateji kompleksin uranın saxlanması üçün də əlverişli yer olduğu bildirilir. Tunelin girişinin örtülməsinin onun hava hücumlarından qorunması məqsədi daşıdığı ehtimal olunur. Tehran bu yolla bölgəyə girişin qarşısını alır. Diqqət çəkən məqam isə beynəlxalq nüvə müfəttişləri Küləng dağının ətrafına heç vaxt səfər etməyiblər. Nükleer tesis inşasının şu anda pek sıcak bakıldığı söylenemez. Bunun için İran'a yönelik uluslararası baskıların aslında bunu belirleyeceği, yani yeniden İran'ı inşa edip etmeyeceğine yönelik bir yol haritası belirler. Son dönemlerde çıkan haberler belki aslında bize gösterdiği nokta şu, İran'ın bir reaksiyon alması. Yani eğer İran yeniden nükleer tesisleri inşa etme gibi bir hamle yaparsa uluslararası kamuoyunun ne tepkisi olur? Bence bu tepkiyi ölçmek için ortaya atılmış bir iddiadan ibaret olduğunu söylemek mümkün. Strateji yeraltı kompleksin nə zaman tam hazır olacağına dair məlumat yoxdur. Əlavə olaraq onun hansı məqsədlə istifadəyə veriləcəyi də bəlli deyil. Tehranın Birləşmiş Ştatlar İsrail hücumlarından sonra əməliyyatları yeraltına köçürdüyü də düşünülür. Analitiklərin fikrincə bu iddiaların mənbəyi Birləşmiş Ştatlar və İsrail ola bilər.